Biz onu saxlamalıyıq. Çünki məktəbə yoxlama gələrsə, metodist gələrsə, tələb etsələr biz o nəticələri onlara verməliyik. Bəs yaxşı, Yasəmən müəllimə, rəsmi qiymətləndirmə hansıdır? Rəsmi qiymətləndirmə summativ qiymətləndirmədir. Şagird sizə Çünki nəticələr həm qiymət şəklində, həm də bal şəklində jurnalın arxa vərəqinə yazılır. Aha, doğru. Şagird sizi əsəbləşdirərsə, hansı tədbirləri görərsiniz? Şagird məni əsəbləşdirərsə, emosiyalarımı cilovlayaram, üstünə getmərəm, cəzalandırmaram. Çünki bu şagirdə mənfi təsir göstərə bilər. Ona görə də onunla fərdi danışaram, bu cür davranmasının səbəbini araşdıraram. Lazım gələrsə psixoloqla, valideynlə də əməkdaşlıq edərəm. Qəşəng. Akademik göstəriciləri yüksək olan şagirdin get-gedə zəifləyir, oxumur. Bu halda nə edərsiniz? Motivasiya edici təsirlər göstərərəm, dərsimi maraqlı edərəm, onun belə deyim də, Birinci səbəbini araşdıraq. Səbəbini araşdıraram, mütləq fərdi söhbət eləyərəm, dərsə marağının zəifləməsini müəyyənləşdirərəm, valideynlə də görüşə bilərəm, valideynlə də danışa bilərəm ki, uşaqda son zamanlar zəifləmə prosesi baş verib. Doğru, deyə bilərsiniz. Risk qrupuna daxil olan şagirdlərlə necə işləyərik müəllimə, necə iş qurarsınız? Risk qrupuna daxil olan şagirdlər hər iki valideynini itirmiş, bir valideynini itirmiş, bullyingə məruz qalan, valideyn himayəsindən məhrum olmuş şagirdləri, həmin şagirdlərlə daha çox fərdi münasibətə üstünlük verərəm. Məktəb, ailə, psixoloq əməkdaşlığını gücləndirərəm. Motivasiya edici dəstəyə üstünlük verərəm. Emosional və psixoloji dəstək göstərərəm. Və burada da onu da vurğulaya bilərik ki, ümumiyyətlə burada məktəb, ailə, psixoloq əməkdaşlığı gücləndirilməlidir. Yəni burada düz deyirsiniz, motivasiya edici fəaliyyətlərə, motivasiya edici söhbətlərə üstünlük verilməlidir. Debat nədir Yasəmən müəllimə? Debat oxumadım. Biraz işim oldu. Debat məsələsinə girişmədim. Onu gələn dəfə izah edərəm sizə. Yaxşı müəllimə. Dərs keçməyə necə başlayırsınız? Isız. Bax bu cür gözəl danışırsınız, ortada etməyək. Motivasiya. Giriş hissəsində çalışıram o motivasiyanı həyati tarixə, həyati hadisələrlə əlaqələndirim. Sizə ixtisas nədir Yasəmən müəllimə? Tarix. Tarixdə, nə gözəl. Mənim anam Ağdamın Abdal Gülablı kəndindəndir. Biz uşaqlıqdan, yəqin hamı bilirdi, Sovet dönəmində ailələr böyük idi, qonaq, gələn, gedən. Mən sakitcə durub dinləyərdim. O qədər maraqlı hadisələr danışırdılar. O hadisələrin hamısı yadımdadır. 1923-cü ildə Savadsızlıqla Mübarizə Komitəsi yarananda rəhmətli mənim Şəmil babam onun üzvü olub. Onu göndəriblər Ağdama, Ağdamın Abdal Gülablı kəndini savadlandırmağa. O tərəfdən, bu tərəfə o qədər maraqlı tarixi hadisələr yanımda danışırlar. Hamısı yadımdadır. İndi onları siz şagirdlərinizə danışırsınız? O qədər maraqlı alınır. Hamısından istifadə edirəm. Nə gözəl, bəli. Onun gözəl, həqiqətən də müsbət göstəricidir. Əla müəllimə. Təşəkkürlər Yasəmən müəllimə. Danışığınız əslində çox həzin, məlahətli səs tembriniz var. Qəşəng. Bir dənə ortada bəzi cümlələri quranda bir dənə balaca gedir. Onu da ortadan qaldırsaq, yəni mükəmməlliyə çatmışıq. Təşəkkürlər sizə. Böyük məmnuniyyətlə. Çox sağ olun. Siz sağ olun. Sağ olun.